Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə 118 nəfər, Xocavənd şəhərinə 41 ailə 138 nəfər, Cəbrayıl rayonunun Horoğlu kəndinə isə 40 ailə 196 nəfər köçürülüb. Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayılın Horoğlu kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda, müvəqqəti məskunlaşmış ailələrdə, doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Çox şükür bugünkü günümüzə ki, biz gedirik öz elimizə, obamıza. Ora bizə düşərli olsun. Erməninin yolu bir də ora düşməsin. Allah prezidentimizi qorusun. Heç Azərbaycan xalqının üstündən əksik etməsin prezidentimizi. Biz çox sevincliyik. Allah'a şükür. Öz torpağımıza gedirik. Allah şəhidlərə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Allah dövlətimizi qorusun. 8 yaşında çıxmışam oradan. İndi 45 yaşımda geri dönürəm. Öz ata yurduma. Çox şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Belə. Kimlərlə gedirsiniz? Evladlarımla, 2 evladlarımla öz doğuma, anadan olduğum şəhərə. Keçmiş Martuni, indiki Xocavənd rayonuna. Mən, bacım, mən və atam, anam olmaqla 4 nəfər Kəlbəcərdən işğal dövründə çıxmışdıq. Daha doğrusu ailə üzvlərinin yarısı girov düşmüşdü, sonradan gəldilər. Hazırda 4 övladımdan, həyat yoldaşımdan və atamla qayıdırıq. 13 yaşında Kəlbəcərdən çıxmışdım, 46 yaşında hazırda geri dönüşdəyim. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canından keçən şəhidlərimizə rəhmət diləyiblər. Siz hara gedirsiniz? Cəbrayıla, Horoğlu kəndinə. Hə.